Bugün Xocalı rayonunun Xanabənd qəsəbəsinə köç mərhələsi həyata keçirilib. Bu mərhələdə 21 ailə ümumilikdə 184 nəfər köçürülüb. Ailəmlə çıxmışam, indi öz ailəm, ata-anamla çıxıram, indi öz ailəmlə qayıdıram o torpaqlara, öz ailəmlə, uşaqlarımla qayıdıram o torpaqlara. İşğaldan azad olunan ərazilərə böyük qayıdış çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə isə 29 ailə, ümumilikdə 81 nəfər köçürülüb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Göz yaşlı getmişdik, gülə-gülə gəldik. Gedəndə 3 nəfər getmişdi, indi maşallah çoxdur. İndi 7-8 nəfərlə qayıtmış. Artıq köç kərvanları azad olunan ərazilərə çatıb və ailələrə yeni mənzillərin açarları təqdim olunub. Qeyd edək ki, işğaldan azad olunan ərazilərə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir. Dayanıqlı məskunlaşmanın təmin olunması və sosial infrastrukturun inkişaf istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir. Emin Babayev, Loğman İsmailov, Space Xəbər, Xocalı, Xocavənd.